İnsan ömrü azanla namaz arasında olur. Göl kənarında yaşlı bir adam axan suya baxırdı. Gənc adam ona yaxınlaşıb, "Əmi, çox fikirlisən, nəyə baxırsan elə?" deyə soruşunca, qoca baba içini çəkərək, "Axan ömrümə baxıram," dedi. Gənc adam bəmbəyaz saqqallı, nur üzlü yaşlıdan maraqla soruşdu. "Bir insan ömrü nə qədər olur ki?" Yaşlı adam şirin bir gülümsəməklə, "Azanla namaz arası qədər," deyincə, o özünü saxlaya bilməyib həyəcanla, "Necə yəni? Ömür bu qədər qısadırmı?" deyə soruşur. Qoca baba, "Bəli, ömür namazsız, azanla azansız namaz arası qədərdir." Gənc adamın təəccüblü baxışlarını görüncə, qoca baba izah etməyə başladı. Dünyaya bir körpə gələndə, onun qulağına azan oxunar, eləmi? Bax, o azanın namazı qılındımı? Qılınmadı. O azan namazsız azandı. İnsan öldüyü zaman qılınan cənazə namazının da azanı yoxdur. O da azansız namazdır. Əslində, o namazın azanı insan doğulunca oxunmuşdu qulağına. Bax, ey insan, doğuldum, amma bir gün öləcəksən. Ömür dediyin nədir ki? Tez qurtarar. Vaxtını boşa ziyan etmə. Həyatını yaxşı dəyərləndir. Ömrünü dolu-dolu, doya-doya yaşa. Bir nəfəsini belə boş buraxma.